lazımdır. Yəni bu başqa yolu yoxdur. Bu uğraş namussuz, qeyrətsiz, gözünün qabağında qızları qəhbə, fahişə, qızı Eminlə boşanıb. Eminlə gündə nə sikişirlər bir yerdə. Yəni bu adam boşanıbdırsa, Emin özünə qarim saxlayıb. O Eminin bilirsən cırığı da Alyonadır da. Sən bilirsən ki, Bəli, mən onu bilirəm. Rusiyada. bunlar hamısı onsuz da balaca Heydər də baxıb ki, Eminin Alyonası var, mənim də Alyonam olsun. Qabaq bu Türkiyədə, bu Rusiyadan zaten Valiklər gedəndə deyirdilər Nataşalarına. İndi artıq Azərbaycanda bu sözü Valikdirsə bu Alyonadır. Bu Krasovkadırsa bu Alyonadır. Yəni bu ad qoyuldu bunlara. O peçat ömürlük Meyman qoymusan bunların üzərinə. Bu peçat bunların üstündən çıxmamalıdır. Və çıxmayacaq. Çünki əxlaqsız ailədirlər. Bunlar hamısı bir yerdə, yəni bunlar yəni deyirəm, gözünlə görən oğraşdır. Cəlal Əliyev faktdan deyib bu mənim qardaşım oğlu Mandavoşkadır. Mənim gəlinim də fahişədir, qəhbədir, 17 kişini mən tanıyıram. Cəlal Əliyevdir. Yəni bu sözü mən demirəm, girin internetdə axtarın, baxın. Cəlal Əliyevin başına zülm gətirmişdi bu qəhbə. Yəni bu reallıqdır, bu həqiqətdir. Yəni bu məsələni özü də həmişə özünü şey kimi aparırdı. Mama Roza özünü Mama Teresa kimi aparırdı. Ancaq bu işin başında duran bütün işlərin, bütün Mama Rozalıq eləyən elə şəxsən Mehriban qəhbə özüdür. Yəni biləsiniz, əziz qardaşlar. Bu qədər. Bir dənə mən bircə dəqiqə İlqar bəy sizə bir sual verəcəm, amma sualdan qabaq beynimə bir fikir gəldi. Bildik dediniz ki, Qod Nisanov nədir, Mehribanla cinsel əlaqəyə girənlər, xüsusilə vurğuladınız ki, nədir o Bülbülün oğlu. Mən Qod Nisanov Mehribanla deməmişəm. Demişəm Qod Nisanov Leylanın amcığını yalayıbdı. Onu Mehriban deyibdi mənə. Mən də onu deyə bilərəm. Şimdi bu qız arvad şeydir. Yəni bu bildilər Bülbülün oğlunu Poladı rədd elədilər. Amma Qod Nisanovun bu hərəkətini İlham Əliyev bilmirmi? Ona o boyda şərait yaratdılar ölkədə. Ay niyə bilmir? İlham Əliyev bilmir ki, qızı qəhbədir. İlham Əliyev yenə bu arvadıdırsa, sən də indi qızınla arvadı bir eləmə də. Bu arvadıdır. Ən azından bu özünü qeyrətə şey eləyib, namusa gətirib, Poladı götürüb Azərbaycandan qovmuşdu Rusiyaya. Səfir göndərmişdi. Yəni İlham da bilirsən nədən qorxur? Bilir ki, bax bayaq göstəriz ki, Alyonanın ağzına deyib, o düz şeyinə boğazda gedib çıxıb da. Yəni bu hamısında şəkillər var, videolar var. Bu danışdığı söz odur ki, İlham Əliyev qorxur ki, kiməsə dəyər ətrafını. Hamısı axranalarda qızlarını qayırır, ətrafı da qızlarını qayırır. Yəni bu namussuz, qeyrətsiz. Hamı da bilir ki, materiallar var. Bax, Eldar Mahmudovu niyə tutmurlar? Bax, qardaş, Eldar Mahmudov bu qədər cinayət törədib. Bu qədər iş görübdür. Nəyə görə tutmurlar? Eldar Mahmudov oturub keyfində gəzir, öz üçün axranası, nə bilim adamı. Yəni bu adam işdən, vəzifədən biz görmüşük ki, quldurluqla nə ilənsə çıxanda ya türməyə gedər, ya da ölkədən qaçar. Arkadaş bunlar hamısı oturup evində, eşiğində. Bir də qaçanlar kimdir? Qabildir, İlqardır, Meymandır, Emindir. Yəni bu adamlar bilirlər ki, faktiki bu adamların əlində kasetlər var. Çox pis kasetlər. Mənlə Meymanın, səndə olan kasetlərdən çox pis kasetləri var. Çünki Mehribanın 2-3 nəfər bir yerdə qayırılan kasetlər var bunlarda. Həm o porno ulduzlarla, həm o negrlarla, nəylərlə. Çox mən eşitdiyimə görə, mən eşitdiyimə görə çox pis, apaslı kasetlər var. Ona görə bunlar onsuz da ailənin içərisində hamı qəbul edilibdi ki, bunlar fahişədir. Alyona, nabarot deyir, gəlin ocağa oxşayar. Mehriban daha da sevinir ki, oğlunun bölündə özü kimi fahişədir. Yəni başqa cür bir şey yoxdur. Bir dənə bir sualım var, əsas sualım. İlqar bəy, biz sizi tanıyırıq, siz çox təmkinli, çox ağıllı, çox ehtiyatlı adamsınız. Siz İlqar bəy, kongresmen dostlarınız var, müxtəlif ölkələrin kəşfiyyat orqanlarında dostlarınız var. Yəqin ki, atqaz eləmirsiniz. Özüm deyirəm. Yox, mənim 53 yaşım var. Mənim 53 yaşım milyarder olmuşam. O adamlar həyat dostlarımdır. Həyatda gələ-gələ mənim o xüsusi orqanlarda dostlarım var, konqresdə də var, başqa yerlərdə də normal. Mən belə bir qənaətə gəlirəm ki, İlqar Hacıyevin kongresmen dostları Amerikadan belə bir çox Rusiya kəşfiyyatdan, bir çox ölkənin, ən böyük ölkələrin ən böyük kəşfiyyat adamlarından dostları, diplomat dostları, özü milyarder. Mən düşünürəm ki, İlqar bəy, İlham Əliyev vızqırdası bir vaxt ürəyini boşaltdı. Yəni İlqar bəy nəsə bilir, hardansa nəsə mesaj alıbdır. İşlərin tamamlama vaxtıdır deyə ürəyini boşaltdı İlqar bəy. Siz nə deyə bilərsiniz? Yəni bunu laxlatması Meyman başlayıb. İlham Əliyevin laxlaması, bu yadındadır, bu Qarabağa gedib gəlirdi, dəmir yumruq, nə bilim, o birisi, bu birisi. Meyman göstərdi ki, oğraş, sən ailəni idarə edə bilmirsən. Sənin nə dəmir yumruğun var? Mən bir gün də dedim, indi də deyirəm. Sənin dəmir yumruğun ancaq Alyonanın amcığına girə bilər. Başqa bir şey yeri yox. Sənin dəmir yumruğun ancaq və ancaq bəlkə Alyonanın, Meyman seks kasetlərini yaysa, mıxın durmasa Alyonanın amcığına dəmir yumruğunu soxarsan. Yəni bunlar onsuz da laxlayıbdılar. Bunlar onsuz da özləri də bilmirlər. Bir gün çıxır deyir ki, İran bizi vurdu.
Bir gün çıxır deyir ki, İran Xomeyniyə başsağlığı verdi. Bir gün oğlunu təbrik eləyir. Bir gün nə bilim yardım göndərir. Yəni bunlar artıq laxlıyıbdılar. Bunlar artıq qəşəng bilirlər ki, bunlar axır Dostlarınız da bunu zamanıdır. deyir mi? İlqar bəy, dostlarınız da bunu deyir mi? Yuxarı təbəqəli dostlarınız. Arkadaş, dostlarımız da deyir, biz de bilirik, biz de görürük. Qabaqları mən çıxış eləyəndə və trollar tökülürdü sürü ilə. Yəni mənim efirimə, mən nə deyirdimsə, bir 100 nəfər yazı yazırdı, bir 70 içərisində troll idi. İndi trollar da qeyrətə gəldi. Trollar da artıq trollar ən azından susubdular. Bu arada Bu nə məni niyə deməkdir? kanala dəvət eləmirsiniz? Sizin popülyar bir kanalınız var. Arkadaş, elə mənim kanalım sənin kanalındır. Ay Qabil, Mehman kanalıdır. Sənin kanalın mənim kanalımdır. Biz hamımız bir adamıq. Yəni bu şərəfsiz ailəni yola salmaq üçün elə mənim bilirsən nə ləzzət eləyir ki, Qabil bir yerdədir, Mehman bir yerdədir, Elşad bir yerdədir, Tural Sadıqlı bir yerdədir. Hamımız yəni ancaq bir olub bu qəhbə nəsli düz Moskvaya qədər qovmalıyıq. Çünki bunlar hamısı hamı bilir ki, Putin Leyla Əliyeva orden. Qardaş, bu Leyla Əliyeva dövlət adamı deyil, dövlət vəzifəsində çalışmır. Putin niyə bunu Rus kəşfiyyatı, Rus FSB-si, Putin Rus FSB-sidir də, buna orden verir. Leyla'ya orden verir, Mehriban'a orden verir, Yaqub Eyübova orden verir, Godnisanova orden verir. Yəni, əziz qardaşlar, bu ölkəni Ruslar idarə edir. Bu dəqiqə Putinlə razılaşıbdılar İlham Əliyev ki, bu ara qarışıb, mən yalandan heç olmasa deyim ki, ay Ruslar pisdir, ay Ruslar odur, budur, mən gedim sənin işlərini düzəldim. Yəni bu dəqiqədə ən birinci Rusların adamı İlham Əliyevin özüdür, əziz dostlarım, əziz qardaşlarım. Yəni başqa Rus kəşfiyyatını axtarmayın. Bəli, FSB-də mənim dostlarım bilirsən nə deyir? Deyir bu MGIMO-da, bu dərs deyəndə onu o vaxtı Mehribanla və üçüncü bir qadınla bir yerdə seks bir yerdə eləyəndə ər-arvad, bir də üçüncü qadın. Onu FSB-də kamera ilə çəkibdilər, neyinibdilər o vaxtı MGIMO-da olanda. Və bunu o vaxtdan agent eləyibdilər. Bu yəni ki, birbaşa FSB-nin agentidir. Onu real sənət var FSB-də ki, bu adam birbaşa FSB-nin yəni agentidir. Bu Azərbaycan prezidenti deyil. Bu adam FSB-nin agentidir. Qabil, ona görə Mehriban xanım elə şey eləmə. Nə xanım, o qəhbə ağzını sən sikəsən. Xanım nədir? Xanım bir dəfə xanım deməyə. Xanım nədir? Prezident nədir? Canab nədir? Quldur, şərəfsiz, yaramaz, oğraş İlham, qəhbə Mehriban. Bundan sonra bunlara başqa ayıb da, xanımların adını niyə buluyorsunuz? Xanım nədir? Mehriban nədir? Xanım nədir? Xanım bitti. O Emin Hüseynov Münhində xanım dedi, bir gün keçməmiş killerlərini göndərdi. Emin orada qəhbə, fahişə, soska desəydi, killerləri də göndərməyəcəkdi o. Çünki o elə öyrənib də. O bilirsən ki, bu qəhbələr bunları götünə şapalaq qoyanda, bunlara qəhbə deyəndə daha da şey olurlar, daha da vazbuclat olurlar. Onu qəhbə deyəndə, sən inan mənə Qabil bunları söyəndə, o ağzına verəndə 100% o gedir, o yatağa əlini soxur bir yerə qutarır o həmən momentdə. Bir də deyil. O şey eləyirlər, nə də ona deyirlər, ona masturbasiya eləyirlər. Bir də, Qabil, dayanma Qabil. Ben bunlara Viagra oynuyor. Bunlara azarı kalkır bilirler bunlar. Ay Mehman, əziz qardaş, bugün bura sağalım. Sabah bu... Sən rahat ol. Bizim tələsə yerimiz yoxdur. Bu 7'dir yoksa hasıdır. Ben bu bir yadımdan çıxım. Asıl seriyadır. Biz bu dəfə... 7 Mehriban dındığına getdi. Falan qadar, falan. Ya bu başka bir söhbət yoxdur, ancaq Qabil. Mən bir qardaş kimi elə sadə deyirəm Meymana da bir gün olsa söylemişdim, demiştim söyməyəcəm. Məni bundan sonra məcbur etməyin. Nə sözüm varsa bu kasetləri götür, nə videoları götür, yay, özümdə saxla, elə bir ki İlqar Hacı İbnində söylür. Praktika, bu metodikanın imtihanıydı, praktikadır. Praktika. Ben qardaş kimi yəni çalışıram ki, ümumiyyətlə heç kimə heç vaxt söyməyim. Heç kimi heç vaxt alçaltmayayım. Ancaq bu alçaq ailəni söyməsən, yəni bunları sən söyəndə bəlkə dedim. Bunları sən söyəndə gedib masturbasiya edib qutarırlar. Bunları deyəndə ki, Aylam Əliyev, mənim pulumu oğramısan, pulumu qaytar, Zakiri tut, Godnisanovu tut, özünü tut. Bunlar onda şey olurlar. Yəni bunlar heç veclərinə deyil. Ancaq bunlara deyəndə ki, arvadı qəhbə, nəsli qəhbə, qızları qəhbə, belə yəni abırsız oğraş,